76-cı suala baxaq. Ee, Soldakı ədədlərin üzərində bir əməliyyat edir. Sağdakı ədədləri alırıq. Burada nə edə bilərik? 3-ün üstünə 2 gəlsək, üstünə 4 gəlsək, cəm eləyər 9. 1-in üzərinə 5, üzərinə 8 əlavə etsək, cəm olacaq 14. 4-ün üzərinə 0, üzərinə 9 əlavə etsək, cəm olacaq 13. 7-nin üzərinə 6 əlavə edib, üzərinə 5 əlavə etsək, 18 əldə etmiş olarıq. Cavab olacaq B bəndi. Və onu da qeyd edək ki, məntiq suallarında bir qayda bütün variantları ödəməlidir. Yəni burada 4 şərt varsa, 4-ünü də ödəməlidir ki, cavabın düz olduğunu əmin ola bilək. 77. Deməli, C hərfi, A hərfi, R hərfi. Baxaq görək bunları hardan götürür. Bu C-ni üçüncü sözün birinci hərfindən götürür. Eyni ilə ikinci sətirdə U hərfini də üçüncü sözün birinci hərfi kimi götürür. Deməli, üçüncü sətrin ilk hərfi, üçüncü sözün ilk hərfi olacaq M. İkinci hərf A-dır. A-nı hardan götürür? İkinci sözün ikinci hərfindən. Eyni ilə D hərfinə baxaq. Burada da ikinci sözün ikinci hərfini götürür. Deməli, üçüncü sətirdə də ikinci sözün ikinci hərfi olacaq. Yəni A. R-ə baxsaq, birinci sözün üçüncü hərfidir. Eyni ilə bu A da ikinci sətirdə birinci sözün üçüncü hərfidir. Uyğun qayda ilə üçüncü hərfdə birinci sözün üçüncü hərfi olmalıdır. R. Nə oldu? M-A-R. C bəndi. Sonra 78. 2-nin üzərinə 6 əlavə edib 8 alırıq. 8-in üzərinə 5 əlavə edib 13 alırıq. Kənardan qeyd edim. 3-ün üzərinə 9 gəlir. 12 alırıq. Üzərinə 5 gəlir. 17 alırıq. Burada 7-nin üzərinə 21 gəlir. 28 alırıq. Üzərinə 5 gəlir. 33 alırıq. Bu ədədlər hardan gəlir? Deməli, 2-nin üstünə 6 gəlir. Bu 6 hardan gəldi? 3 vuraq 2. Buradakı ədədi 3-ə vurdu. Eyni ilə burada da 3-ün üzərinə 9 gəldi. Bu hardan alındı? Buradakı 3-ü 3-ə vurdu. Buradakı 21 hardan alındı? Bu 7-ni 3-ə vurdu. Oxşar qayda ilə 4-ün üzərinə hansı ədədi gəlməlidir? 4-ü vurmalıdır 3-ə. Yəni 12 eləyir. 4-ün üzərinə 12 gəldikdə bizə verir 16-nı. Hansı ki, K-nın qiyməti olur 16. Və bunun da üzərinə 5 əlavə edib N-i alırıq. N də olur 21. K və N-in cəmini istəyir bizdən. 16 və 21-in cəmi neçə eləyir? 37 D bəndi. 79. Şifrə sualı. Burada nə edirik? Hərflərdən birinci sütunu götürdüksə, rəqəmlərdən də birinci sütunu götürürük. Burada görürük ki, 3 dənə M hərfi var, 2 dənə R hərfi var. Rəqəmlərə baxanda 3 dənə 1 təkrarlanır, 2 dənə 2 təkrarlanır. Deməli, məntiqlə R 2 dəfə təkrarlanır və 2 də 2 dəfə təkrarlanırsa, R-in qiyməti 2-dir, R-in şifrəsi daha doğrusu 2-dir. M 3 dəfə təkrarlanıb, rəqəmlərdə də M üzr istəyirəm, 1 3 dəfə təkrarlanır. Deməli, M-in qiyməti neçə oldu? 1 oldu. Bu ikisini təyin elədik. Baxaq ikinciyə. İkincidə 3 dənə O hərfi var. Rəqəmlərə baxsaq, ikinci sütundan 3 dənə 6 var. Deməli, o nəyi şifrələyib? 6-nı şifrələyib. Sonra axırıncı sətrə baxsaq, sütuna daha doğrusu 1, 2, 3, 3 dənə Y təkrarlanır. Rəqəmlərin içindən də 3 dənə 3 təkrarlanır. Deməli, Y-nin şifrəsi də 3-dür. Sonra N 2 dəfə təkrarlanır. 4 də 2 dəfə təkrarlanır. Deməli, N-in qiyməti də 4-dür. Sonra M-in parolunu bilirik. Y-ni bilmirik. M bilirik. Y-ni bilirik. Artıq mən buradan şifrələyə bilərəm. M-in qiyməti neçə idi? 1. Y-ni bilmirəm. Y olaraq yazım. M1 Y. Y hərfinin də qiyməti 3 idi.
1 ilə başlayıb 3 ilə bitən hansıdır? Budur. Deməli, bu hansı sözün şifrəsidir? Uyğun olaraq M1'dir. O zaman Y olacaq avtomatik 8. Diğerlərini də bilirik. Bizdən nə istəyir? Mirayı istəyir. M1'dir. İ'ni bilmirəm, yerində I yazıram. R2'dir. A'nı bilmirəm, A yazıram. Y neçədir? Y da 3'dür. Baxaq 1 ilə başlayıb 3 ilə bitən variantlara. A bəndi deyil. C bəndi deyil. D bəndi deyil. Cavab B bəndidir. Daha qısa eləyə bilərmişik. Deməli, M ilə Y-nin qiymətini birlikdə cavab tapa bilərmişik. Hamısını tapmağa ehtiyac yoxdur. 80. 2-dən 5'i alıb, 5'dən 11'i alıb. Deməli, 2'nin üstünə 3 gəlir. 5'in üstünə 6 gəlib. Bu 6'nı mən 2 vuraq 6 kimi, 2 vuraq 3 kimi yazıram, üzr istəyirəm. 11'dən 20 alıb, yəni üzərində 9 gəlir. Bu 9'u 3 vuraq 3 kimi yazırıq. 20'dən 32 alıb, üzərinə 12 gəlib. Bu 12'ni 4 vuraq 3 kimi yazırıq. 32'dən 47 alıb, 15 gəlib. Bunu 5 vuraq 3 kimi yazırıq. Yəni məntiqli ədədlər bircə-bircə artır və 3-ə vururuq. Burada 6-nı 3-ə vurmalıyıq, üstünə gəlməliyik. Eləyir 65. Burada 7-ni 3-ə vurub üstünə gəlməliyik. Burada da növbəti ədəd neçədir? 8 vurulsun 3. Deməli 86-nın üzərinə 8 vuraq 3 gəlməliyik. 24'ü 86'nın üzərinə 24'ü əlavə edildikdə 90. 20 də qoysaq 110. Cavab olur A bəndi. 81. 8, 2, 30, 1, 7, 3. Deməli, nə edir? Ədədləri toplayır. 800'də üzərinə gələ 2 vuraq 3, 10 vuraq 3, 30. 1 üzərinə gəlib 7'ni vurub 3'ə, 8 vuraq 3, 24. 12 üzərinə gəlib 9 vurub 3'ə, 21 vuraq 3, 63. Eynilə burada da həmin əməliyyatı icra edir. 500'də gələk 11 vuraq 3, 16 vuraq 3, 48. Cavab oldu B bəndi. 82. Aşkar operatorlardır. Bu nə deməkdir? Hər bir simvol ədədlərin, yəni A və B ədədlərinin üzərində bir əməliyyat icra edir. Həmin əməliyyat da burada qeyd olunur. Buna əsasən bu ifadənin qiymətini tapmalıyıq. Gəlin birinci 4, buna ulduz deyək. Bunun qiymətini tapaq. Baxırıq operatora, hansı operatordan söhbət gedir buna. Bu nə deməkdir? Operatorun bir tərəfi A-dır, bir tərəfi B-dir. Nə edir bu operator? A ilə B-ni cəmləyir. Yəni A burada 4'dür, B də burada 5'dir. 4 ilə 5'i cəmləyir. Oldu 9. 2 romb 3'ə baxaq. Romb burada nə edir? A-nı 3'ə vurur. Yəni operatorun sağındakını 3'ə vurur. 3 vuraq 2. Üzərinə gələk. Operatorun üzr istəyirəm, solundakını 3'ə vurur, sağındakını da 2'ə vurur. 2 vuraq 3. 6, 6, 12. Deməli, birinci oldu 9. Bu işarəni qoyaq. Diğer tərəfdə oldu 12. Bu operator nə edir? Solda qalanı 4'ə vurur. Yəni 4 vuraq 9. Çıxır sağda qalanı, yəni 12'ni. 36'dan 12'ni çıxsaq neçə qalar? 24. Cavabımız oldu A bəndi. Amma burada diqqət eləməliyik ki, operatorun sağ tərəfi mütləq sağdan işlənməlidir, sol tərəfi də soldan işlənməlidir. Yəni A sağ tərəfdədir, B də sol tərəfdədir. Buna diqqət etmək lazımdır. 83. Buradan eləyib. Rəqəmlərin cəminə baxaq. 1 ilə 0-ın cəmi 1. 2 ilə 0-ın cəmi 2. 1 və 2-nin cəmi 3. 2 və 2-nin cəmi 4. 4 və 1-in cəmi 5. 4 və 2-nin cəmi 6. 6 və 1-in cəmi 7. Deməli, buradakı ədədin rəqəmləri cəmi 8 olmalıdır. Burada 6 eləyir, burada 8 eləyir. Cavabımız elə B bəndə olur. Burada 10 eləyir, burada da 9 eləyir. Cavab oldu B bəndi 35. 84. Burada nə eləyir? Sağdakı ədədləri almaq üçün, daha doğrusu sağdakı ədədlərdən istifadə edib soldakı ədədləri almalıyıq.
Nə edə bilərik? 2-ni vursaq 3-ə, vursaq 4-ə 24. 5-i vursaq 1-ə, vursaq 3-ə 15. 8-i vursaq 2-yə, vursaq 2-yə 32. 4-ü vursaq 9-a, vursaq 3-ə 36 vuraq 3, 108. Cavabımız oldu D bəndi. Sonra 85 və sonuncu sual. Qarşı qarşıya. Qubadan neçə hərf var? 4 hərf var. Bunun qarşısındakı xanaya 4-ün kvadratını yazıram 16. Qazax. Neçə hərf var? 5 hərf var. Bunun qarşısındakı xanaya 5-in kvadratını yazıram 25. Qarabağ. Neçə hərf var? 7 hərf var. Bunun qarşısındakı xanaya bunun kvadratını yazıram 49. Qaxda neçə hərf var? 3 hərf var. Qarşısındakı xanaya bunun kvadratını yazıram 9. Cavabımız oldu C bəndi. 76-cı suala baxırıq. Bu fiqurlar ya saitləri ya da samitləri əvəzləyir. Baxırıq ki, axırda 5 dənə ə hərfi var, deməli 5 dənə samit var. Əgər bu saitləri əvəz eləyirsə, buradakı fiqurlar eyni olmalıdır. Deməli, belə olmadığı üçün biz qənaətə gəlirik ki, bu fiqurlar samitləri əvəz eləyir. Ona görə baxaq birinci samitlər olan sütuna. Təkrarlananlar hansılardır? K'lar. 2 dənə K təkrarlanır. Burada da 2 dənə qara içində ulduz olan təkrarlanır. Mən bunu elə tam qara kimi götürüb. Bunun şifrəsini tapdıq K'dır. Sonra üçüncü üstünə baxsaq, burada təkrarlanan nədir? Artıq K'ları bilirik. Bu K'dır. Bunların üstünə xətt çəkək. Yerdə nə qalır təkrarlanan? 2 dənə də L var. Burada təkrarlananlar hansılardır? Bu işarədə olur L. Yerdə nə qalır? Belə bir fiqur qalır. Bu da hansı hərfə düşür? D'yə düşür. Artıq bunların kodunu bildik. Burada ancaq samitlər şifrələnmişdir. Sözlərdə saitlərin üstünə xətt çəkək. Yəni T, L, D-ni şifrələmək lazımdır. L-i, D-ni bilirik. T yerində qalsın. L budur. D də budur. Baxaq variantlara hansı uyğun gəlir. Bu deyil, bu da deyil, bu da deyil. Elə bircə variant D bəndi gəlir. T-ni tapmağa ehtiyac yoxdur, amma buradan tapa bilərdik. L-i də bilirik. D-ni də bilirik, K-nı da bilirik. Yerdə nə qalır? Bizə T qalır və burada da bircə bu işarə qalırdı. 77. 2-dən 8 alır, 8-dən 3 alır. Ədədi vurdu 4-ə, 5 çıxdı. Ədədi vurdu 4-ə, 12, 12-dən 5 çıxdı. Ədədi vurdu 4-ə, 28, 28-dən 5 çıxdı. Ədədi vurdu 4-ə, 92, 92-dən 5 çıxacaq. A bərabər olmalıdır 87 və bununla vurmalıdır 4-ə, B-ni tapmalıdır. Bu da olacaq 348. Deməli, A ilə B-nin cəmini istəyir. 348-in üzərinə 87 gələcəyik. 7-nin üstünə 8 gəlsək 15, 5 yazıq. 1 yadda 4, 8, 12 o da 1, 13, 3 yazıq. 1 yadda 3 o da 1, 4, 435. Cavab oldu D bəndi. Aşkar operatorlar, deməli, operatorun sağında duran ədədlər və solunda duran ədədlərin başına bir əməliyyat icra edib nəticə alırıq. Burada deməli, ədədlərin yerləşdiyi pozisiyaya diqqət etməliyik. Birinci qaradan başlayaq. 3, dairə 2. Bu operator nə edir? Buradadır. Operatorun solundakını 2-yə vurur, üstünə sağdakını gəlir, üstünə 4 gəlir. Deməli, soldakını 2-yə vurduq, üstünə sağdakını gəldi, üstünə 4 gəldi. 2, 3-ün 6, üstünə 2 gəldi. 8 üzərinə 4 əlavə etdik, 12. Deməli, bu oldu 12. 12-nin üzərinə gələcək 4. Bu operator 5. Bu nə edir?
soldakını 5'ə vurur. Yəni 5 vuraq 4. Çıxır sağdakının 3 mislini. 3 vuraq 5. 5'i vurduq 4'ə 20, 3 vurduq 5'ə 15. 20'dən 15 çıxdıq 5. Bu da oldu 5. Üzərinə gəlməliyik. 7 düzbucaqlı bir deyək. Bu neyinir? Soldakının olduğu kimi saxlayır. Üzərinin sağdakının 2 mislini gəlir. Olur 9. Deməli 12'nin üzərinə 5 gəlirik. Üzərinə 9 gəlirik. 17 üstə 9, 26. Cavab oldu A bəndi. 79. Yuxarıda verilmiş ədədləri toplayıb aşağıdakı ədədi alırıq. 8 üstə 4 üstə 3 15'dir. 7 üstə 5 o da 9 21'dir. 6 üstə 8 o da 4 18'dir. Belə-belə gələk. A ilə B-nin qiymətini axtarırıq. A üstə 7 üstə 8 bizə verməlidir 21'i. A üstə 15 21'i verirsə A bərabər olur 21 çıxaq 15'ə. Yəni A 6'dır. 4 üzəri gələk 9 üzərinə gələk B də bizə verməlidir 17. 13 üstə 5 B üzr istəyirəm 17'dir. B bərabərdir 17 çıxaq 13. B bərabərdir 4. Bizdən nə istəyir? A üstə gələk B cəmini istəyir. A 6 B də 4. Cəm neçə oldu? 10. C bəndi. 2'nin üstünə 2 gəlir. 4'ün üstünə 4 gəlir. Mən bunu necə yaza bilərəm? 2'nin 1 misli. 2'nin 2 misli. 8'in üstünə 6 gəlir. Bunu 2'nin 3 misli yazıram. 14'ün üstünə 8 gəlir. 2'nin 4 misli yazıram. 22'nin üstünə 10 gəlir. 2'nin 5 misli yazıram. Yəni bu ədədləri bir-bir artırırıq. Vururuq 2'yə toplayırıq. Burada 2'ni vurmalıyam 6'ya. Üstünə gəlməliyəm 44. 2'ni vurmalıyam 7'yə toplamalıyam. 2'ni vurmalıyam 8'ə toplamalıyam. Burada da 2'ni vuracağım 9'a. Ve toplayacağım 74'dən. 74 üzərinə gəlsə 18. Deməli 82, 92 cavab olur B bəndi. Neynir? 2'nin elə bir ki bir-bir misillərini qaldırır. Ədədlərini toplayır. 80. Yuxarıdakı ədədləri vurur bir-birinə üzərinə 1 gəlir. 5'i vurdu 6'ya 30 üzərinə 1 gəldi 31. 3'ü vurdu 8'e 24 üzərinə 1 gəldi 25. 2'ni vurdu 7'ye 14 üzərinə 1 gəldi 15. 9'u vurdu 4'e 36 o da 1 37. 5'i vuracaq 12 60 o da 1 61. C bəndi. Bu neynir? Bu ədədlər kvadrat ədədlərdir. 9'un kvadratı, 7'nin kvadratı, 4'ün kvadratı. Deməli 15'dən çıxır 6'nı kvadrata yüksəldir. 9'un kvadratı 81. Burada 11'dən 4'ü çıxır kvadrata yüksəldir. 7'nin kvadratı 49. Aşağıda 27 çıxaq 13'ün kvadratı 14'ün kvadratı bu da edir 196. Cavab olur D bəndi. 83. Burada neyniyir? Baxan kimi görünür. Bu kənardakı ədədlərin hasilini ortaya yazır. 8'i vurur 3'ə 24 yazdı 24. 6'nı vurdu 9'a 54 yazdı 54. 7'ni vurdu 5'ə 35. 3'ü vurdu 4'ə 12. 9'u vuracaq 8 eləməlidir 72. 7 yoxdur. Cavab olur A bəndi. 84. Deməli, dairədən düzbucaqlıya keçəndə 3-cü hərfi atıb 1-ci hərfə. Düzbucaqlıdan açığa keçəndə 1-ci hərfi atıb sonuncu hərfə. Deməli, güvən sözündə dairədən birinci keçməliyik düzbucaqlıya. Düzbucaqlını çəkək. 3-cü hərfi atacaqdı birinciyə. 3-cü hərf nədir? V-ni atdı birinciyə. 2, 3, 4, 5. Digər hərfləri heç baxmıram. Düzbucaqlıdan açığa necə keçirdi? Birinci hərfi atırdı axıra. Ve birinci hərfdir. Bunu atacaq sona. Burada bunu çəkməyə ehtiyac yoxdur. 1, 2, 3, 4, 5. 5-ci hərf B-dir. Sonu V ilə bitən hansı variantdır? Elə bir dənə C variantı. Heç gerisinə baxmağa ehtiyac qalmır. Ümumiyyətlə baxsaq, yəni yer dəyişmə qanunu ilə alındı.
Necə üçüncünü birinci atıb, birincini axırıncı atırsa, digər hərflərdə də eyni qaydanı tətbiq edir. Son olarak 85. Burada ne inir? 6'nı vurur 7'ye, üzerine gelir 6, üzerine gelir 7. 42'nin üstüne 13 geldik. Eləyir 55. Burada 8'i vurdu 2'ye, üzerine geldi 8 üstə 2. 16'nın üstüne 10 geldi. Eləyir 26. Burada da 5 vuracak 9'a, üstüne gelecek 5, üstüne gelecek 9. 45'in üstüne gelsek 14'ü almış olacak 59. Cevabı ne oldu? B bendi. 76. sual. Xan və xaş sözlərində 2 plus 1 minus var. Bu nə deməkdir? Anlamaq olur ki, x hərfi hər ikisində var. Plus a hərfi hər ikisində var. Plus birində n var, digərində n yoxdur. Minus və ya tərsinə. İkincisində d birində var, ikincisində yoxdur. Minus a birində var, ikincisində yoxdur. Minus v hər ikisində var, plus. Yəni var plus yox, minus nə deməkdir? Orta hərfləri plusla qeyd edirik. Orta hərflər. Minusla da digərlərini. Birinci e, yerdə orta hərflər yoxdur. Birində q'dır, birində t'dır. İkinci u ortaqdır. Plus qoyuruq. Üçüncü birində b'dir, birində r. Ortaq deyil. Minus qoyuruq. Dördüncü hər ikisində a'dır, plus qoyuruq. Minus, plus, minus, plus. Cavab olur D bəndi. 77. Deməli 6 üzərinə gəlir 5'i vurur 4'ə. 11 vuraq 4 olur 44. 8'in üzerine gelir 7'ni vurur 4'e. 15 vuraq 4 olur 60. Yəni ədədləri toplayır 4'e vurur. 9 üzerine gələk 8 vuraq 4. 17 vuraq 4. 68. Cavab olur B bəndi. Burada 5 ilə 13'ü toplayır, yazır 18. 13 ilə 4'ü toplayır, yazır 17. 4 ilə 21'i toplayır, yazır 25. Eyni ilə 18 ilə 17, 35. 17 ilə 25, 42 və 35 ilə 42'ni toplasaq 77. Cavab olur C bəndi. Verdiği ədədləri ikisini toplayır, ortada yazır. 79. Şifrə sualı. Sonuncu üstünə baxaq 5-ciyə. 3 dənəm m təkrarlanır, 2 dənəm n təkrarlanır. Rəqəmlərdən 8 2 dəfə təkrarlanırsa, deməli n 8-dir. 3 dəfə təkrarlanan hansıdır? 3-dür. Hərflərdən hansıydı? M idi. Deməli bizim şifrəmizdə 3-cü yerdə 3 duracaq. A bəndi deyil, D bəndi deyil. Sonra diğerine baxaq. Oradan giriş edə bilərik. 4-cü sətrə baxsaq, burada təkrarlanan deməli 2 dəyəri var. Ə hərfi, i hərfi. Buradan yalnız A-nın nə olduğunu təyin edə bilərik. Bir dəfə təkrarlanır deyə. Deməli 2 2 1 1 7. A 7-dir. Bunu təyin elədik. Ayşəm 7 ilə başlamalıdır. 7 ilə başlayan hansıdır? 79.413 uyğun olaraq üzərində qeyd edək. 79.413. Mənə nə lazımdır? Ə lazımdır. Ənin qiyməti 1'dir. Bunu bilirəm. Heç digərlərinə baxmağa ehtiyac yoxdur. İkinci 1, üçüncü 3. Hansı cavabdır? C bəndi. Bütün şifrəni çözməyə ehtiyac qalmır. 80. 2'nin üzərinə 3 gəlir. 3'ün üzərinə, üzr istəyirəm, 5'in üzərinə 2 gəlir. 7'nin üzərinə 5 gəlir. 12'nin üzərinə 7 gəlir. 19'un üzərinə 12 gəlir. 31'in üstünə neçə gələcək? Bu 5 rəqəmi hardan alınır?
Bu 3 ilə 2-nin cəmidir. Əvvəlki topladığımız ədədləri toplayırıq, növbəti ədədin üstünə gəlirik. Yəni 5-in üstünə 2-ni gəlməliyik, eləməlidir 7 və 12-in üstünə 7 gəlməliyik. 7-nin üstünə 5 gəlməliyik, 12, 19-un üstünə 12-ni gəlməliyik. 31-in üstünə 12 üstə gələk 7-ni, yəni 19-u gəlməliyik. Bizə x-i verməlidir. Deməli 40, 50. 50-nin üzərinə gəlməliyik 12 və 19-un cəmi 31 eləyir 81. 81-in üzərinə burada 31 oldu. 31 və 19-un cəmini gəlməliyik. 50-ni y də o zaman eləyəcək 112. X və y-in cəmini istəyir. 112-nin üstünə 50 gəlsək düz demədim. Deməli x neçə oldu? 50. 50-nin üstünə neçə gəlməliyik? 31. Hə, burada 81-in üstünə 31 üstə gərək 19 gəlməliyik. 50-ni bu eləyir 131. Y 131 olur. Bağışlayın. 131 ilə 50-ni toplasaq 185 deməlidir. Deməli, neynədir? Hər bir ədədin üstünə özündən əvvəlki rəqəmlərin cəmi qədər topladı, gəldi. Bu ardıcılıqla gedir. 81. 5 üstə 9 gəlir, üstünə 2 gəlir. 16. Tərsinə yazdı 61. 4 üstə 2 üstə 6. 12 tərsinə yazdı 21. Hamısı bu qayda ilə davam edir. 1-in üstünə 6 gəlir, üstünə 5 gəlirik. 12 tərsinə yazır 21. Bütün hallarda ödəyirmə? Bəli, ödəyir. 82. Burada şəkilçilərlə baxaq. Səki və ləkə. İki şəkilçisi hər ikisində var. Hər ikisində olan fiqur hansıdır? Budur. Deməli, 2 bunu əvəz eləyir. Sonra belədə lə var. Ləkidə də lə var. Uyğun hansıdır? Hər ikisində olan. Deməli, dairənin 1/4-nin qaralmışı. O zaman B-yə nə qalır? Dairə içində ulduz. Buradan S-yə nə qalır? Buna da bir günəş deyək. Deməli, bizim axtardığımız fiqurlarda heç birini biz tapmamışıq. Deməli, axtardığımız cavablarda bu hecaların heç biri olmayacaq. Burada 2 var. Bu fiqur olmalıydı. Yoxdur. Deməli, bu deyil. S-də günəşdir. Axtardığımızın içində deyil. S yenə də axtardığımız içində deyil. Deno. Heç birini bilmirik və burada kəsişmir deyə cavab olur A bəndir. Yəni, bütün sualı çözməyə ehtiyac yoxdur. Çıxdaşla tapmaq olur. 205-dən 7 alır. Bu nə deməkdir? 2-nin üstünə 0 üstünə 5 gəlsək 7 verir. 5-in üstünə 6 üstünə 4 gəlsək 15 verir. Eyni ilə 2 üstə 9 üstə 8 də 19. 5-in üstünə 6 gəlib üstünə 7 gəlsək 12, 18 cavab olur. C bəndir. Deməli, 3 bucaqdır. Tərəfin sayının kvadratı üstə gələk 1 eləyir 10. 4 bucaqdır. 4-ün kvadratı üstə gələk 1 eləyir 17. 5 bucaqdır. 5 bucağın üstündən. Yəni 5-in kvadratının üstünə 1 gəlir 26. 3, 4, 5, 6-dır. 6-nın kvadratının üstünə 1 gəlir 37. Bu fiqur 7 tərəfli olmalıdır. 7-nin kvadratının üstünə də 1 gələcək, olacaq 50. İçində olacaq 50 və 7 tərəfli olmalıdır. 1, 2, 3, 4, 5, 6, 7 cavab D bəndidir. Deməli, fiqurların tərəfləri 3-dən başlayaraq artır və ədədlər də kvadratın üstünə 1 əlavə etməklə alınır. 85. Bu 1-in kvadratıdır, bu 2-nin kvadratı, bu 3-ün kvadratı, bu 4-ün kvadratı, bu 5-in kvadratı. B-yə düşür 6-nın kvadratı, yəni 36. 76, 75, 73, 70. 1 azalır, 2 azalır, 3 azalır, 4 azalır, 5 azalacaq. A da olur.
61. A'dan B'ni çıxanda 61 çıxaq 35 neçə verir? Üzr istəyirəm, 36, 5, 2, 25. Cavab oldu A bəndi. Bir də üstündən gedək. Bu çarpazlar ədədlərin kvadratıdır, artan ədədlərin kvadratı. Burada da ki 1 vahid azalır, 2 vahid azalır, 3 vahid, 4 vahid, 5 vahid azalır. Bu qədər.